Salam əziz izləyicilər. Bugün DİM-dən kodlaşdırma bölməsindən 31-ci sualının izahına baxacağıq. 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. İkinci və üçüncü səhifədə neçə simvol var? Unicode kodlaşdırma sistemində kodlaşdırılmışdır. Səhifələrimizi çəkək. 3 dənə səhifəmiz var. Birinci səhifədə X simvolumuz varsa, üçüncü səhifədə isə 3x qədər, üçüncü səhifəmizdə isə 9x qədər informasiya olacaqdır və ümumi Unicode kodlaşdırma sistemində kodlaşdırılıbdır. X üstə gələk 3x üstə gələk 9x vurulsun 2 bayt bərabərdir 2600 bayta. Buradan 13'ü də 2'ye vuranda 26x bərabərdir 2600 bayta. Baytlar gedir çünkü 2 baytla 2600'də olan bayta ixtisar gedir. Buradan alınır ki 2626'ya böləndə x bərabərdir 100 simvol. Demək, birinci səhifəmizdə 100 simvol olub, ikinci səhifəmizdə 300 simvol olub, üçüncü səhifəmizdə isə 900 simvol olmuşdu. Bizdən də ikinci və üçüncü səhifəni soruşduğu üçün düzgün variant C variantı olacaqdır.